görməlisən, bir vəzifələndirməyib kimsə. Lakin bizim məqsədimiz vardır, strategiyamız vardır. Biz kistoz fibroz üçün bu təşkilatı yaratmışıq və onlar üçün bir şeylər etməliyik. O şeylər nədir? Müalicəyə əl çatanlıq, dərmanlara əl çatanlıq, ölkədə tanıdılması, həm dövlət səhiyyə qurumlarına tanıdılması, həm ictimaiyyətə, bütün cəmiyyətimizə tanıdılması. Ən çox da valideynə, xəstə və xəstə yaxınlarına bu xəstəliyi tanıtmaq lazım idi. Çünki, burada çünkilər çoxdur. Yuxarı dövlət səhiyyə qurumlarına ona görə tanıtmalısan ki, bu xəstəlik XBT deyilən xəstəliklərin beynəlxalq təsnifatı var. Və burada bu xəstəlik yer almalıdır, adı orada keçməlidir. Amma keçirdi, əvvəlcə keçmirdi. Biz XBT-ni açıb baxırdıq ki, kistoz fibroz deyilən bir şey yoxdur. Sən də tələb edirsən ki, xəstəm var, budur, odur, deyir ki, XBT-də adı yoxdur. Bizdə bunun adı bu xəstəlik qeydiyyata alınmayıb. Görün nə qədər ağır bir yoldan keçdi və biz çalışdıq o XBT-yə kistoz fibroz düşsün ki, belə bir xəstəlik var. Bunu tamamladıq. Sonrasında, məsəl üçün, kistoz fibroz nadir genetik xəstəlikdir, lakin diagnostik üsullara əl çatanlıq yox idi. Məsələn, skriningdə yox idi. Biz çalışdıq 5 xəstəliklə bərabər kistoz fibroz da bu skrining testinə daxil oldu. Burada bizim təşkilatımızda böyük zəhməmiz var. Uşaqlar daban testi, skrining həmən şey. Daban testi olurlar və orada şübhəliləri göndərdilər bizə həkimlər. Bunu etdik. Sonrasında çox böyük maarifləndirmə işləri gördük. Maarifləndirmə işlərinin işimiz ilk dəfə başlayıb 12 mart 2018-ci ildə. Həmən günümüz də bu gündə kistoz fibroz günü kimi davam edir, həmən günün şərəfinə. İlk dəfə o gündə böyük tribunadan, o müqəddəs tribunadan mən həmişə elə deyirəm. Çünki o tribuna mənim üçün o qədər müqəddəsdir ki, çünki ilk dəfə mən o tribunadan haykırdım kistoz fibrozlar bu ölkədə var. Onlar yaşayırlar, onlara dəstək lazımdır. Onlar artıq burada başqa söz demək istəmirəm ki, bizə daha qalansın. Yəni, onların yaşaması üçün əlimizdən gələn hər şey maksimum etməli ki, bu uşaqlar yaşasın və bu ailələr yaşasın. Və bunu bu cürə də qəbul etdik, etdirdik və bu cürə də yolumuza davam edirik. Ondan sonra başladıq maarifləndirməni etməyə. Sağ olun, xoş gəldiniz. Maariflənməmizi seminarlar təşkil edirdik, həkimlərin və valideynlərin iştirak etdiyi. O zaman tədbirlər onsuz ölkədə çox az keçirilirdi və həkimlər daha çox maraqlıydılar, gəlirdilər bizim seminarlarımızda iştirak edirdilər. Amma baxırdım ki, ailələrə çönüb baxırdım, onlar üçün heç yararlı olmurdu o seminarlar. Çünki orada həkimlər tibbi terminlərdən istifadə edirlər, tibbi dildə danışırlar. Amma valideynlər mən gördüm, sadəcə baxırlar, geri dönəndə onun bir analiz edirsən ki, bu seminarı keçirdim, görün valideyn üçün nə qədər əhəmiyyətli oldu, nə qədər faydalı oldu. Baxırdım ki, eyni sualı təkrar mənə verirlər. Demək, burada nədir? Faydalı olmur. Onun üçün bu ailə məktəbini 2019-cu ildə yaratdıq. İlk tədbirimiz də elə, səhv etmirəmsə, may ayının 20-sində keçirdi. Elə Kafraz vaxtına düşün. Burada bir də qeyd edim, may ayı ümumiyyətlə bütün Avropada, bütün dünyada kistoz fibroz fərqindəlik ayı hesab olunur. Bu dəqiqə bütün dünyada kistoz fibroz tədbirləri keçir. Ona görə biz də bu aya saldıq. Və mayın 20-sində yenicə əməliyyatdan çıxmışdım. Heç yadımdan çıxmır. Elnara xanım var, bəlkə sizlər artıq onu tanımırsınız. Çox gözəl bir həkimimiz var idi. Çox təəssüf ki, o Amerikaya köçdü. Biz, əslində mən o xanımla, o doktorla başlamışdım bu işi görməyə. Bizə çox dəstək olmuşdu. Bu cürə 2019-cu il ailə məktəbini yaratdıq. Ondan sonra sırf ailələr üçün bu təlimləri daimi təşkil edirəm. Əvvəllər bir ildə bəlkə 5-6 dəfə aidiyyət üzrə həkimləri dəvət edirdim və 5-6 dəfə bu təlimləri keçirdik. Çox da gözəl olurdu. Valideynlər həvəsli idi. Onların tələbinə uyğun mən bunu edirdim. Amma çox təəssüf ki, bu pandemiyadan sonra bizə bir şey mi oldu? Bilmirəm. Yəni, valideynlərə baxıram ki, heç maraqlı deyirlər, heç gəlmək istəmirlər, heç iştirak etmək istəmirlər. Ona görə də mən bunlara ara verirəm məcbur. Çünki çox çətinliklə cəlb edirik. Çox çətinliklə cəlb edirik. Amma valideynlərin bircə sözü mənə yetərlidir. Desinlər ki, Sadə xanım, təlimə ehtiyacımız var. Filan həkimi çağırın. O həkimi siz mənə deyin, mən onu getirəcəm. Demirsiniz. Demirsiniz, hasınız veriniz
müraciət edir. Bir dənə Zeynəb xanım mənə müraciət edir. Sadiq xanım təlim, Sadiq xanım təlim. Nəysə, bugün sizi burada görməkdən çox məmnunam. Kaş ki say burada daha çox olsaydı. Mən də bu MDF-nin, biz bu MDF-nin üzüyük. Ona görə burada keçirəm. Üzümlərdə yüzmədə gözəmşəm, onu çəkməyim. Bir zal, purpul stol eləyərdim, daha böyük aktiv bir zalda eləyərdim. Valideyn, kaş ki 75 uşağın valideynin hamısı burada olsaydı. Amma bizim bəzən biraz qəribə hərəkətlərimiz, xasiyyətlərimiz var, biraz göylə gedirik. Biraz uyğun yeni immunomodulatorlar ixtira olunsun. Amma bizim valideynlər böyle, bilmirəm, bir qərb aparlarız, yəni mən hər şeyi bilirəm. Kaş ki hər şey bilək, amma həkimlər hər şeyi bilir. Bizlər amma bilirik. Belə şeylər də var. Deməyim odur ki, kistoz fibroz ali məktəbi bizim məktəbdir. Hamımız burada bərabər hüquqluyuq. Kimsə burada nə kimdənsə üstün deyil, nə kimdənsə alçaq deyil. Mən sizdən biriyəm, siz də məndən birisiniz. Bunu belə anladıqmı? Bugünkü gündə təlimimizə 2 doktor dəvət etmişəm. Nigar Bayramova uzman pediatrımız, digəri isə uzman pediatrımız Sənədar İsmailova. Bizim uşaqlarımızın həkimləri, hamınız məndən yaxşı tanıyırsınız. Bilirsiniz, əziz valideynlər, biz əvvəllər 2020-ci ili səhv etmirəmsə, yoxsa 21-ci ildə unutmuşam, ilk dəfə kistoz fibroz mərkəzini yaratdıq 6 saylı uşaq kliniki xəstəxanasında. O mərkəzin yaradılması üçün inanırsınız, o qədər getdim gəldim, kimsə torpaq sahəsi alar, kimsə ev alar, ondan